etdi, ha, 10 qul. Siz bilirsinizmi qul azad etməkin mükafatı nədir? İndi o qul demək olar ki, dünyanın çox yerində itib, bəzi yerlərdə qalmışdı qul. Çünki müsəlmanlar harada varsa, orada qulları alıb azad ediblər və beləliklə də quldarlıq İslam ümmətində sıfırlandı, əlhəmdülillah. Yəni, indi bəzi çox geridə qalmış ölkələrdə ola bilər olsun. Yəni, yoxdur qul. Bəs qul azad etmənin mükafatı nədir? Allahın Resulü sallallahu aleyhi və səlləm səhih bir hədisdə, hədis səhihdir, İmam Buxari, Müslim rəvayət edib, buyurur ki, mən a'taqa raqabətən muslimətən a'taqallahu bi kulli udubin minhu uduban minən-nar. Kim bir müsəlmanı qulluqdan azad edərsə, Allah qiyamət günü onun bütün bədənini oddan azad edər. Bütün bədənini oddan azad edər. Dəyərli müsəlmanlar, bu hədisi oxuyarkən düşünürük, yaxşı, bir qulu azad etmənin savabı cəhənnəm odundan azad olmaqdırsa, bəs 10 qul azad etmək necə olacaq ki? Daha mən bir qulla azad olmuşamsa əgər cəhənnəmdən, daha bitdi də ikinci bədənim yoxdur ki, ikinci bədənimi də, 10-cu bədənimi də oddan çıxartsınlar. Bilginən ki, bu sözlər əbəs deyilməmişdi. Deməli, bir qulu azad etmən səni cəhənnəmdən xilas olmana səbəbdirsə, bütün bədənivin, deməli, üstə gəl, nə qədər artırsa bu, sənin Allah qatında dərəcən yüksəlir. Sən cənnətin içindəki digər cənnətlərə keçməyə iznin olur. Beləliklə də böyük cənnət fürsətlərinin hamısını dada biləcəksən. Yoxsa cənnətin 100 dərəcəsi var. Hər dərəcənin içində də girə biləcəyin, girə bilməyəcəyin yerlər var. Bütün yerə girə bilmək istəyirsənsə, harada zikir eşitdin, onu əzbərlə et. Çünki zikirlərin hər birisi sadədir, qısadır. Heç birini əldən vermə, heç vaxt düşünmə ki, necə oldu, bunu edirsən, bu qədər savabı var, o birini edəndə də bu qədər. Daha mən bunu cəhənnəmdən xilas olmuşamsa, cənnətə girmişəmsə, daha bitdi də məsələ, xeyr, bitmədi. Cənnətin içində dərəcələr var, daha yüksəkliklər var, daha dərin zövqlər var. Bütün bunları yaşamaq üçün bütün fürsətlərdən istifadə et. Sonra, dəyərli müsəlmanlar, bu zikrin bir də sübh və məğrib namazından sonra olan vaxtları var.